Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, xoş gördük. Bu günləri sizə nə test izah etməyəcəm, nə dərs keçməyəcəm. Qısa bir dənə fikrimi söyləmək istəyirəm. Bilirsiniz ki, hal-hazırda sertifikasiya imtahanı keçirilir və MİQ imtahanı da qarşıdadır. Amma sertifikasiya imtahanının hansı şəkildə keçirildiyini və necə olduğunu hər kəs çox gözəl gördü. Hansı ki 59, 60, hətta 58 bal toplayan müəllimlərimiz 2021-ci ildə hansı ki bu illəri gəlib 40, 43-dən, 45-dən qalxa bilmədilər. Baxın, sertifikasiya imtahanı müəllimin biliklərini yoxlaması üçündür və biz də razıyıq, sertifikasiya keçirilməlidir, mütləq şəkildə keçirilməlidir. Çünki niyə? Bəzi müəllimlər var ki, özlərində işləmir. Bu da bəzilərinə aiddir. Amma sertifikasiya imtahanı o demək deyil ki, uzun-uzun suallar tərtib edib, orada müəllimlər savadsız deyirlər. Sadəcə müəllim vaxt çatdıra bilmir. Vaxt çatdıra bilmədikcə stres yaşayır. Stres yaşadıkça gərilir. Yəni, belə deyək də, loru şəkildə desək ki, yəni işləyə bilmirlər. Və beləliklə müəllim stres yaşayır, emosiyalarına sahib çıxa bilmir, çatdıra bilməyəcəm, həyəcan, əlləri əsir və s. və müəllimin də təbii ki, yaşadıkları var, ailə daxili. Çünki bu müəllimin uşağı var, övladı var, vətəndaş yetişdirir, uşaqlara dərs keçir, KSG-si, BSG-si, məktəbin yükünü də yəqin ki, siz çox gözəl bilirsiniz. Və bu müəllim orada stres yaşayır ki, hamı toplayacaq, mən toplaya bilməyəcəm və kəsiləcəm. Və müəllim 40, 43, hətta 35, 32 toplayan müəllimlər var. Və burada nəticə etibarından başa düşürük ki, bu müəllimlər işləyə-işləyə bunlara belə bir sual düşürsə, işləməyən müəllimlərə necə sual düşəcək? Burada da bir sual yaranır. O müəllimlər, heç bir müəllimlər rəqabət aparmır. 30 ballarını toplasa, onlar öz yerlərində qalacaq. Sadəcə onlar adları üçün, iş stajları üçün və 35%-ə düşmək üçün məlum məsələdir ki, saat az olur və 35%-ə düşmək üçün əllərindən gələni edir. Və o müəllimlər demək, bal toplaya bilmirlər və yaxud da 35 toplayırlar, 40 toplayırlar, 43 toplayırlar və s. Və bunun etibarı ilə müəllim həvəsdən düşür, müəllim artıq öz əziyyətinə heyfi gəlir, yəni siz müəllimləri motivasiyadan salırsınız. Bu müəllim 30 balı toplasa, onsuz da onun iş yeridir. Sadəcə o adı üçün, o 35% üçün, ailəsinə pul aparması üçün, yəni orada əziyyət çəkir. Günlərlə oxuyan müəllimlərimiz var. Bilirsiniz ki, məktəb təzə bitib, son zəng təzə bitib, bir müəllimin sinif rəhbəri olması o deməkdir ki, o müəllim o sinif üçün təlim, tərbiyə, əlavə olaraq dərslər, əlavə olaraq jurnallar və s. bu müəllimin üzərində olan bir şey, belə deyək də, məsuliyyətdir. Və o müəllim imtahanı verir, imtahanı verərkən ona elə suallar düşür ki, müəllim o bir il ərzində çəkdiyi əziyyət heç olur. Yəni, buradan belə bir qənaətə gəlirik ki, işləyən müəllimlərə belə bir sual düşürsə, yəni 30 bal toplasa ki, o yerində işləyə biləcək, işləməyən müəllimlərə necə sual düşəcək? Sual işarəsi qalır. Hörmətli müəllimlər, hörmətli ekspertlər, sual tərtib edən şəxslər, gəlin o sualı işləmək üçün özümüz empatiya quraq. O sualı biz verilən saatda 1 saat 20 dəqiqəyə işləyə bilərdikmi? Əlbəttə ki, yox. Bu günləri qarşıdan MİQ imtahanı gəlir və MİQ imtahanında da müəllimlərin şansı yoxdur ki, 30 toplasınlar, gedib bu həmən məktəbdə işləsinlər, rəqabət aparacaqlar. Və biz gələcəyə sağlam, psixoloji durumu gözəl, uşaqlarımızı yetişdirəcək, hətta onları müəllimliyə və başqa ixtisaslara oxumağa həvəsləndirəcək müəllimlərimiz lazımdır, düzdürmü? Yoxsa ayda bir tər girdim, eyb olmazsa işləyim, mən əmək haqqı alım deyən müəllim istəmirik təbii ki. Övladlarımıza qayğı göstərəcək, xoşbəxt bir ruhda olan bir müəllim istəyirik. Amma belə baxırıq ki, burada psixologiya elə bir durumdadır ki, həmən müəllimlər növbəti il sentyabrda necə işləyəcəklər? Bəli, keçiblər, hal-hazırda 40 neçə bal toplayıblar. Hansı ki 59, 58 toplayan müəllimlərimiz hal-hazırda 40, 41, riyaziyyat ixtisasından 58 toplayıb müəllim, amma az dil ədəbiyyatdan 41 bal toplayıbdır və riyaziyyat müəllim deyir ki, mən yüksək yazdım, həmən müəllim də özünü pis hiss eləyir. Səbəb nədir? Səbəb odur ki, Azərbaycan dilinə ona yaxın mətin düşmüşdü və o mətini işləmək çətin idi. Yaxşı, deyin görək, MİQ-də bizi nə gözləyir? MİQ-də hansı situasiya bizi gözləyir? Yaxşı, deyirsiniz ki, müəllim savadlı olmalıdır, müəllim işini bilməlidir. Mən də sizlə razıyam. Mən hər zaman müəllimlərə deyirəm ki, oxuyun,
öz üzərinizə işləyin. Yaxşı, may ayının sonlarında hər zaman artı keçirirsiniz və artı keçirilərkən mən hər dəfə deyirəm ki, mən may ayının sonunda Bulumun ad gününü keçirirəm. Müdavimlər mənə gülür, deyir, niyə müəllimə? Çünki Bulum hər il bizə sürpriz edir. Bulum deyir ki, məni unutmayın, mənim hər il may ayında ad günümdür. Niyə? 2023-cü ildə əsaslandırma felini artı olaraq ortalığa heç artıda yox. Biz MİQ-də öyrəndik ki, əsaslandırma artıq 2 yerdədir. 2024-cü ildə təhlil etmə anlamaq mərhələsində biz artıq bildik ki, bu məsələdə təhlil olacaq, bu məsələdə anlamaq olacaq, hansı ki artınin keçirilən testindən sonra. 2025-ci ildə araşdırma felini verdiniz, hansı ki araşdırma sözünü verdiniz ki, hansı ki artıq tətbiqdə olacaq. Yəni, çox geniş araşdırılsa, sübut edilsə təhlil, yox sadəcə araşdırılıb, müəyyənləşdirilsə tətbiq etmə mərhələsi olacaq. Yaxşı, deyin görək, Vahid kitabınızda bu var idi mi? Vahid kitabınızda bu göstərilmişdimi? Yox. Bəs yaxşı, müəllim bir balını MİQ-də yox, sertifikasiyada kəsilməz. MİQ müəllimləri isə o sualı yazarkən 2,25 balını itirəcəklər. Və rəqabət aparılan zaman atan müəllim, bəlkə də o sualı bilməyən müəllim düz yazacaq, amma bilən müəllim səhv yazacaq. Hansı ki, aylardır hazırlaşır, hansı ki, aylardır kitab oxuyur. Yaxşı, bu dəyişikliyi niyə artı əgər dəyişiklik etmişdirsə, niyə bizə cəmiyyətə məlumat verilmədi? Yaxşı, əgər bu dəyişiklik var idisə, hansı ki, fən üstünü keçən il layihəni, araşdırmanı, həyatla əlaqələndirməni ki, şagirdə sual verilir ki, hesabla, məsəl üçün, marketə getmirsən, bu qədər qida almısan və s. Biz bunu keçən il fən üstü götürürdük, bu illər artıq fən üstü götürə bilmirik. Nə dəyişdi? Nə baş verdi? Yoxsa keçən il biz səhv mü öyrətdik, səhv mü öyrəndik? Bu yenilikləri çıxıb bildirmək lazımdır. Bizim işimiz sizin işinizə qarışmaq deyil. Sadəcə biz bir vətəndaş kimi sizə iradımızı bildiririk. Minlərlə müəllimin talehi sizin əlinizdədir. Siz bir gün bu qərarı dəyişirsiniz, digər gün o digər qərarı dəyişirsiniz. Bəs yaxşı, bu müəllim nə etsin? Vahid kitab bu il çıxmadı. Amma fən üstünü dəyişdiniz, hansı ki, idraki sahəni dəyişdiniz. Hansı ki, müəllim bilmədi ki, nə etsin. Düzdürmü? Ona görə də mənim sizdən xahişim empatiya quraq. Çünki bu qədər müəllim işsizdir. Bu qədər müəllim sizin və dövlətimizə çox güvənir və dövlətimizin təhsilinə çox güvənir. Bu qədər müəllimin güvənini boşuna çıxartmayaq. Və mən də sizlərə çox güvənirəm. Çünki bu qədər işsiz müəllimi işlə təmin edirsiniz. Və düşünürəm ki, haqla, ədalətlə bu MİQ-i də keçirəcəksiniz və qarşıdakı sertifikasiyanı da keçirəcəksiniz və ən azından dil ədəbiyyat müəllimləri üçün bir şans yaradacaqsınız. Sertifikasiya müəllimlərinin ən azından 2021-ci ildə daxil olan 58-59 müəllimin, 58-59 bal toplayan müəllimin 41 bal toplaması bizim üçün pisdir. Təhsil sistemi üçün pisdir. Necə oldu, bu müəllim öz üzərində işləmədi. Bu müəllim işini bilməyə, stajı olmaya, 58 bal toplayıbsa, bu müəllim 60-dan da yüksək bal toplamalıydı. Çünki işləyir hal-hazırda. Mən işləməyəndə az praktikam vardı, işləyəndə daha çox praktikam oldu. Çünki niyə? Müəlliməm. Çünki niyə? Onu keçdim. Biri var, qiyabi bilim. Sadəcə bilim. Bir də var, praktik olaraq onu yerinə yetirim, yəni tətbiq edim. Mən düşünürəm ki, ən azından MİQ şəffaf keçəcək. Mən düşünürəm ki, siz ən azından heç olmasa buna qarşı nəsə edəcəksiniz. Və bu videonu çəkməkdə bizim məqsədimiz bütün müdavimlərin səsi olmaqdır. Çünki müdavimlər həqiqətən də əziyyət çəkirlər, çox əziyyət çəkirlər. Düşünün, övladı olan var. Ən çox da xanımlardır. Hal-hazırda bəylər artıq müəllim işləmək istəmirlər. Təbii ki, bu hamıya şamil deyil, müəyyən hissəsi işləmək istəmir. Xanımların övladı xəstələnir, övladı belə deyək də qrip olur, övladı hər hansı bir xəstəlik yaşayır. Onlara qulluq edə-edə, ailə sözü götürə-götürə, gəlin olur, nə bilim, cavan gəlinlərdir, həm uşaq saxlayır, həm qaynana, həm qaynat. Təbii ki, bunun məsuliyyəti sizdə deyil. Amma nəzərə alın ki, həyat nədən ibarətdir? Həyat
çoxalmaqdan. Yəni nəslimiz artmalıdır. Axı bizim prezidentimiz də deyir ki, övladlar gəlməlidir dünya, əhali sayı artmalıdır. Bəs bu övladın artması üçün də bu müəllimə şərait yaradın da. Bu müəllim bəli sağ olun 3 il məzuniyyət verirsiniz, 1 il ondan sonra sertifikasiya keçirmirsiniz. Bəs bu yazıq bəzi müəllimlər var ki, onlar çörək üçün yenə də məktəbə çıxırlar. O müəllim 3 il evdə otura bilmir. Çünki onun yoldaşının qazancı o qədər deyil axı. Ona dayaq olmaq lazımdır. 58 bal toplayıb, 59 bal toplayıb, necə oldu sertifikasiyada 41 bal topladı? Yəni bu müəllim 41 bal toplamaqla həm həvəsdən düşəcək, baxın, həm artıq inamı itəcək. Yəni biz belə etməklə, yəni müəllim sən MİQ-ə girəndə çox savadlıydın, sən artıq o savadını itirmisən deməkdir. Olmaz. Məsəl üçün variantda olmayan bir şey verməyin. Məsələn, mən imtahan verən ili 3 dənə sual səhv idi, amma balı vermədiniz. Misal üçün elə suallar salırsınız ki, o sualların, məsəl üçün ingilis dili müəllimləri, Azərbaycan dili ədəbiyyat müəllimləri vahid bir kitab çıxmalıdır. Vahid bir kitab çıxmalıdır ki, müəllim bilsin ki, buradan düşəcək, gedib buradan oxusun. Müəllim məcburdur ki, boğazından kəsib hər hansı bir başqa bir şəxs fərqi yoxdur, ödəniş eləsin, getsin, hazırlaşsın. Niyə axı? Kitab dəftər olmalıdır, kitablar düzgün şəkildə tərtib edilməlidir, suallar düzgün şəkildə tərtib edilməlidir. Bugün bunu deyirik, sabah bunu deyirik. Video çəkirik, ödənişsiz şəkildə müəllimlərə dəstək oluruq. Bugün fen üstü deyirik, bir həftədən sonra çıxır ki, fen üstü deyilmiş, hansı ki bizə də sürpriz olur və müdavim o videoya baxır, xəbərsiz olur və imtihanda da gedir fen üstü götürür. Amma günahkar biz deyilik. Günahkar bunu gündən günə dəyişən. Bəli, mən də razılaşıram. Təhsil yenilənməlidir, amma təhsil dəyişməməlidir. Təhsil yenilənməlidir. Mən texnologiya müəlliməsiyəm, öz iradımı bildirə bilərəm. Məsəl üçün, bizdə balığın təmizlənməsi zamanı, balığın doğranmasında bir paralel vermişsiniz, sonra o bir il perpendikulyar vermişsiniz, sonra o bir il yenə paralel vermişsiniz, sonra yenə perpendikulyar vermişsiniz. Bu o deməkdir ki, bu il ki şagird perpendikulyar imtahan verdi, növbəti il paralel verdi, o birisi il perpendikulyar verdi. Yəni düzgün deyil. Nəyi dəyişirik biz? Olan bir şey niyə dəyişməliyik ki biz? Bugün biz dediyimizi sabah təsdiq eləmirik. Bəs bizim bu şəkildə təhsildə necə yeniliyimiz ola bilər? Mən ümid edirəm ki, ən azından bunlara düzəliş ediləcək. Və bu kurikulumla bağlı da kitabı çox xahiş edirəm ki, gəlib martda çıxartmayın. Zaten onsuz da bu müəllimlər ödənişlərini verib bu kitabı alırlar. Fevraldan çıxardın. Hansı ki o çərçivə çıxanda çıxardın. Qoy müəllimlər bilsin nə yeniliklər var. O bulum neynədir? O bulum gəldi o biri dünyadan bizə nə hədiyyə gətirdi. Biz ən azından bilək də heç olmasa. May eləməyək də bulumun ad gününü gəlin fevrala keçirək, gəlin yanvara keçirək, noyabra keçirək. Yəni hökm deyil ki bu mayda olsun. Axı mayda siz artı keçirirsiniz, üstündən 10 gün sonra, 15 gün sonra siz sertifikasiya imtahanı keçirirsiniz. Bu müəllim kimə inansın? Keçən sertifikasiyada dediyiniz anlamağı tətbiq götürdünüz, MİQ-də anlamaq götürdünüz. Biz necə nəticə çıxardıq? Sanki əlimdə var bir oyuncaq, tutmuşam, saxlamışam. De görüm içərisindəki nədir? Nə var bunun içərisində? Biz sanki tapbaca tapırıq. Yəni bu olmaz. Mən MİQ imtahanında çox-çox məsuliyyətli şəkildə sualların hazırlanmasını istəyərəm. Bəli, qəşəng suallar olsun. Amma 20, 30, 30, 20 o şagirdin haqqını tələb eləyir sizə. 20, 30, 30, 20, 20 asan, 30 nisbətən asan. Onları nə olar bizə də tətbiq eləyin də. Axı biz də sizin gözünüzdə, biz necə ki uşaqlara, şagirdlərə imtahan ediriksə, siz də bizi imtahan edirsiniz də. Nə olar ki ədalətli yanaşsaz? Nə olar ki uyğunluq prinsipini qoyursaz? Nə olar ki biz etibarlıq prinsipini hansı ki MİQ imtahanında 58 topladıq, burada 41 topladıq, pozduq. Yəni ya bizim özümüz inkişaf etmədik, ya da ki bizim öyrətdiklərimiz düzgün olmadı. Ümid edirəm ki bu videodan sonra nəsə bir irəliləyiş olar və bu videonu hər kəslə bölüşün, hər kəslə paylaşın. Şəxsi fikrimizi söyləyirik biz burada, istəklərimizi söyləyirik. Biz azad ölkədə yaşayırıq. Şükür Allaha, danışığımız, davranışımız, hər şey yerindədir. Biz də istəyərik ki, müdavimlər incidilməsin. Axı bunun 5 il sonra, 6 il sonra, 10 il sonrası var. Niyə müəllimləri müəlliməlikdən uzaqlaşdıraq, başqa sahələrə göndərək? Necə oldu? Keçən il hamı 60 topladı. Bəlkə də 60'ların sayı müəllimləri yalan olmasın bir 30 dənə, 40 dənə görmüşdüm mən. 30, 40, 60 bal görmüşdüm. Düzdür, indi mənim ixtisasım deyil. Mən kurikulumdan cavab deyən müəllimə ixtisasdan yaxşı hazırlaşmalıdır. Amma keçən il bu 60 çox idi da, düzdürmü? Necə oldu bu illər az oldu? 58 toplayan müəllim gecə gündüz yatmayıb. İngilis dili müəllimi toplayıb. Amma dil ədəbiyyat toplaya bilmədi.
58 toplayan müəllimim, ingilis dili müəllimim var, riyaziyyat müəllimim var, 57 balım var, amma Azərbaycan dili ədəbiyyat deyil. Azərbaycan dili ədəbiyyatdan 45, 46, 47, yəni 50-dən yuxarısını görməmişəm mən. Ona görə də çox xahiş edirəm, sizdən çox xahiş edirik ki, buna bir, belə deyək də, yön verəsiniz. Yəni bizləri də başa düşəsiniz. Növbəti yerdə digər sertifikasiya imtahanlarıdır. Texnologiya, təsvir incəsənət, digər fənlərdir. İnanıram ki, orada da nəsə çıxacaq. Asan fənləri siz nəsə edəcəksiniz. Etməyin, dərslik var, dərslikdən verin və yaxud da vahid bir kitab çıxardım, müəllimlər üçün çıxardım. Biz də oturaq, ondan oxuyaq. Və MİQ imtahanında inanıram ki, kurikulumdan nəsə olmaz. Çünki biz bugün dediyimizi sabah təsdiq eləmirik. Fən üstü dəyişdi, xəbər etmədiniz. İdraki sahə dəyişdi, xəbər etmədiniz. Bəs nə zaman xəbər edəcəksiniz? 2023-cü ildə 10 dənə sual uzun tipli suallar idi. 10 dənə sual uzun tipli olmamalıdır. Hörmətli ekspertlər, 20 sualın bölünməlidir. 20, 30, 30, 20. O 10 dənə sualı siz özünüz işləyə bilərsiniz. 1 saatın içərisində, yarım saatın, 40 dəqiqənin içərisində xeyr işləyə bilməzsiniz. Vaxtı artırmaqla sualların həcmini böyütmək lazım deyil. Əksinə, sualları düşündürücü qoyun, amma sualları normal şəkildə qoyun. Çünki o müəllim başa gələndə ayağı yaddan çıxır, ayağa gələndə başı yaddan çıxır. Məcburdur ki, 3-4 dəfə oxusun. Diqqətiniz üçün çox təşəkkür edirəm. İnşallah ki, ümid edirəm ki, illərdir hər zaman video çəkirik. Ümid edirəm ki, bir nəticəsi olacaq. MİQ imtahanında düşünürəm ki, bu videonu tək MİQ-ə görə çəkmədim. Sertifikasiya müəllimləri düşünməsin ki, bizi düşünmədi müəllim. Xeyr, əsla. Sadəcə növbəti sertifikasiya imtahanının artıq sualları tərtib olunub. Çox heyfslənirəm ki, tərtib olunubdur. Özünüzü çox itirməyin. İnşallah ki, yaxşı olar. Bunu demək istəmərəm, demək istəməzdim. Amma ən azından 30 toplasaz, sizin yeriniz özünüzündür. Yəni, demək istəməzdim. Çünki siz 30-a layiq deyilsiniz. Çünki çox savadlı müəllimlərimiz var, kadrlarımız var. Hansı ki o müəllimlərin uşaqları universitet imtahanında 600 bal toplayır, 500 neçə bal toplayır, 700-ə yaxın bal toplayır. Ümid edirəm inşallah ki, siz də artıqlamasından toplayasınız. Sadəcə bu videonu çəkməkdən məqsədim sertifikasiya müəllimləri bunu ediblərsə, müəllim heç olmasa 30-u toplayıb öz yerinə daxil ola bilər. Mən düşünürəm ki, MİQ müəllimlərində necə olacaq. Ona görə ümid edirəm ki, buna bir çarə taparlar, nəsə edərlər inşallah Allahın izni ilə. Hər birinizi çox istəyirəm. Bu videonu paylaşsaz və hər kəs öz fikrini bildirsə və ən azından önə çıxsa, yəni heç olmasa onların qarşısına çıxsa, ən azından heç olmasa orada sual tərtib edənmi, təhsil işçilərinin qarşısına çıxsa çox sevinərəm. Ən azından bizim fikirlərimizi heç olmasa düşünərlər. İnşallah ki, müəllimlərimizə də uğurlar arzulayıram. Kimlər kəsilibsə növbəti ilə hazırlaşarlar, amma ikinci dəfə kəsilən müəllimlərə həqiqətən də çox üzülürəm. İnşallah ki, Allah yollarını açıq eləsin. Diqqətiniz üçün çox sağ olun. Hər birinizi çox sevirəm. İnşallah ki, imtahanınız uğurlu keçər.